Hər vaxtınız xeyir, Qərb Xəbər TV-də saat 17-də olan xəbər bültenini təqdim edirik. Avropanın enerji təhlükəsizliyini Azərbaycansız və Gürcüstansız təsəvvür etmək mümkün deyil. Bugün əgər biz Avropanın enerji təhlükəsizliyi haqqında danışırıqsa, bunu Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil. Qərbxəbər.com xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstan Prezidenti Mixail Kavelaşvili ilə mətbuata bəyanatında deyib. Hazırda Gürcüstan daxil olmaqla Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bu ixrac Gürcüstan vasitəsilə həyata keçirilir deyən İlham Əliyev vurğulayıb ki, nəqliyyat kommunikasiya sahəsində əldə edilmiş nailiyyətlər, yeni inşa olunmuş dəmir yolları, limanlar həm Azərbaycanda, həm Gürcüstanda böyük sinergiya yaradıb və orta dəhlizin ayrılmaz hissəsinə çevrilib. Azərbaycanla ümumi maraqların qorunması sahəsində əməkdaşlığın intensivləşməsindən məmnunam. Təəssüf ki, son vaxtlar ölkələrimiz dəfələrlə ikili standartların və xarici qüvvələr tərəfindən daxili işlərimizə müdaxilə obyekti olub. Çox sayılı səylərə baxmayaraq biz bu təhdidləri qətiyyətlə aradan qaldırır və regionun təhlükəsizliyi və sabitliyini təmin edirik. Qərbxəbər.com xəbər verir ki, bunu Gürcüstan Prezidenti Mixail Kavelaşvili Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuata bəyanatında bildirib. Hər hansı üçüncü ölkə və ya təşkilatın xalqlarımız üçün nəyin daha yaxşı olduğunu bizdən daha yaxşı bilməsi mümkün deyil. Azərbaycan və Gürcüstan arasında ümumi maraqların qorunması sayəsində əməkdaşlığın intensivləşməsindən məmnunam deyə o əlavə edib. Düşünürəm ki, danışıqları davam etdirmək lazımdır. Bu sözləri Ermənistan Xarici İşlər Naziri Ararat Mirzoyan deyib. Antalyada Türkiyə və Azərbaycandan olan həmkarlarımızla aparılan danışıqlar tərəflərin mövqeyini bir-biri üçün daha da aydınlaşdırdı. Qərbxəbər.com Sputnik Armeniyaya istinadən xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Naziri Sloveniyalı həmkarı Tanya Fayan ilə birgə mətbuat konferansında deyib. Azərbaycanlı həmkarım Ceyhun Bayramovla Antalyadakı görüşdə bir qədər irəli addımlamağa çalışdıq. Düşünürəm ki, danışıqların davam etdirmək zəruridir, o əlavə edib. Ölkədə kiber dələduzluq davam edir. Ötən gün vətəndaşların bank kartlarından 32 min manatdan çox pul oğurlanıb. Ötən gün vətəndaşların bank kartından 32.306 manat oğurlanıb. Bu barədə Qərbxəbər.com Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına istinadən xəbər yayıb. Bildirilir ki, vətəndaşların bank kartlarından oğurluqları davam edir. Kartın üzərindəki GVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan login və şifrələr, kartın PIN kodu məxfi məlumatlardır. Bu məlumatları naməlum şəxslərə verdiyiniz halda hesabınızda olan pullar yaxud pul yoxdursa kredit formasında sizə zərər vuracaq. Aprelin 15-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 13.700, 3.450, 3017, 1827, 1600, 1396, 1288, 1140, 1121, 1010, 822, 493, 330, 303, 300, 221, 170, 118 manat pul vəsaitləri bank kartlarından oğurlanıb. Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc sığorta bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var deyə məlumatlar qeyd edilir. Fövqəladə Hallar Nazirliyi qeyri-sabit hava şəraiti ilə əlaqədar növbəti dəfə müraciət edib. Ölkə ərazisində müşahidə edilən qeyri-sabit hava şəraiti ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə təkrar müraciət edib. Qərbxəbər.com xəbər verir ki, müraciətdə deyilir. Əvvəlcədən xəbərdar edildiyi kimi ötən gündən başlayaraq ölkə ərazisində güclü yağış və küləklə müşayiət olunan qeyri-sabit hava şəraiti hökm sürür. Təbii
hadisənin yaratdığı fəsadları aradan qaldırılması ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi aidiyyəti dövlət qurumları ilə əlaqəli şəkildə operativ tədbirlər görür. Əhalinin həyat və təhlükəsizliyinin təmin edilməsi istiqamətində müvafiq addımlar atır. Qeyd olunanları nəzərə alaraq Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək hazırda müşahidə olunan və aprelin 17-sinə qədər davam etməsi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına və aidiyyəti qurumların xəbərdarlıqlarına ciddi əməl etməyə, o cümlədən zərurət olmadığı halda yaşayış yerini tərk etməməyə çağırır. Anar Əliyev Ağstafa və Qazax rayonlarının vətəndaşlarını qəbul edəcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Anar Əliyev aprelin 25-də Ağstafa rayonunda Ağstafa və Qazax rayonlarının sakinlərini qəbul edəcək. Qərb-Xəbər.com xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb. Qəbul zamanı vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq. Müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək. Vətəndaşlar aprelin 16 və 18-də Nazirliyə rəsmi şəkildə info@sosial.gov.az elektron ünvanı və ya poçt vasitəsilə müraciət edərək və ya 142 çağrı mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər. Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyasi əsasında qəbul ediləcək. AFFA İntizam Komitəsi Turan Tovuzun baş məşqçisinin cəzasını açıqlayıb. AFFA İntizam Komitəsi Turan Tovuzun baş məşqçisi Qurban Berdiyevi 3-cü şərti olmaqla 5 oyunluq cəzalandırıb. Qərb-Xəbər.com xəbər verir ki, buna mütəxəssisin Premyer Liqanın 30-cu turunda Sabahla oyunda ikinci sarıdan qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etməsi səbəb olub. Ona 3 aylıq sınaq müddəti təyin edilib. Baş məşqçinin bu davranışına görə kluba 4000 manat cərimə kəsilib. Tovuz təmsilçisi 4 futbolçu sarı vərəqə aldığı üçün 700, azarkeşlərin meydana kənar əşyalar atmasına görə 800, fanatların hakimlərin ünvanına təhqiramiz ifadələr səsləndirməsi ucbatından bu hal 5-ci dəfə təkrarlanır. 1000 manat ödəməli olacaq. Qarşılaşmada qırmızı vərəqə alan Sabahın legioneri Pavol Safrankoya 1 oyunluq cəza, Paytaxt klubuna isə 500 manat cərimə tətbiq edilib. Sabah olan hava məlumatı ilə buraxılışımızı davam etdiririk. Bakıda və Abşeron yarımadasında aprelin 17-sində arabir leysan xarakterli yağış yağacağı, səhər tədricən kəsiləcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Qərb-Xəbər.com-a verilən məlumata əsasən güclü şimal-qərb küləyi axşam mülayimləşəcək. Havanın temperaturu gecə 6-9 dərəcə isti, gündüz 12-16 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80%, gündüz 50-55% olacaq. Azərbaycan rayonlarında bəzi yerlərdə arabir yağıntı olacağı, şimşək çaxacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Səhər qərb rayonlarından başlayaraq tədricən kəsiləcək. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 5-9 dərəcə isti, gündüz 13-18 dərəcə isti. Dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq. Dəyərli dinləyicilər, Qərb Xəbər TV-də xəbər vaxtının saat 17 olan buraxılışını dinlədiniz. Xoşça qalın.